uzanıb pasteldədir. Sizin də çərşənbəniz mübarək. Bir təbrikə niyə gəlmirsiniz? Niyə öyle görsənir? Qırış deyil, yox. Nəsə telefonunuz adındandır. Yox. Mod vermirəm heç kimə. Çox sağ olun. Allah razı olsun. Hadi kırışıqdı. Hə, sonra. Bəs durunda. Ayalı bir söz 50 min dəfə yazırsınız. Hə, sonra, hə, belə, büzüşdü. Sonra. Allah'ım yarabbim. Ha, nə istəyirsiniz? Hə, qırışıq, hə, sonra. Sizə ərə gedirəm. Bəs durunda. Yekə adam sizə bayram günü oturmuşam, sizlə danışıram, hər şeyə mız qoyursunuz, hər şey danış. Özünüzə bir baxın da, nə olar? Ramazanın günü oruç. Var, mod var. Tonqal yox. Yox. Tonqal eləməmişik. Sultan deyən qoşuram səni. Deyəm. Kabul edim. Can. Sağ olun ürəyim. Axşamınız xeyir, necəsiz, nə var, nə yox? Ay Sultan, necəsən mənim əzdim? Mən niyə görə qoşulmaq istədim? Çünki biraz insan olaraq vicdanım narahat idi. O gün də status paylaşmışdım sənin qızın haqqında. Mən götürdüm onu, attım hekayələrimi. Hə, ata rəhmət. Deməli, mən bir məsələyə, burada insanlar əlbəttə səni tənqid eləyirlər və eləyəcəklərdir. Bu normal haldır. Biz tənqidə açıq insanlar, amma təhqir olmaz. Sadəcə bir məsələ var ki, insanlar keçmişi unudurlar. Sən Samirə Yusif qızı neçə illərdir məclisləri idarə edirsən, istər qadın məclisləri, istər kişi məclisləri. Sən qadın olaraq kişi məclislərinə girib namusunla, qiriyyətinlə uşaqların üçün bitkə çörək qazanırsan, anan üçün. Yəni insanlar bu niyə yaddan belə tez çıxardırlar? Bu bir. İkincisi, korona vaxtında sən o boydana zəhmətkeş qadın olaraq Rusiyanın o 40 dərəcə, minus 40-da əziyyət çəkə-çəkə pul qazanıb ailəvi dolandıran qadınsan. Yəni bu insanlar bunları çox tez unutdurlar. Yox, insanlar lazım deyil axı Sultan. İnsanlar eşidir kimi. Bir də bir məsələ var ki, mən birazdan narahatam. Bugün bir yazı oxudum. Mən o insan adını çəkmək istəmirəm, amma o gün yazmışdım, bilirsən kimi deyirəm. O xanəndə yaman narahatdır. Mən bilmirəm o xanəndənin səndən nə bir problemi var. Əvvəla, indi Fərəh cavan bir qadındır, bir anadır. İndi insan evladı da həyəcanlana bilər, bir abu havaya düşür. Hamımız səhv edə bilərik. Bu da yəni bir cinayət, o adam öldürməyib, yəni bir səhv buraxmayıb ki, insandır, cavan qızdır. İndi bir balaca, bir necələr şey eləyib. İndi bunu o qədər qabartdılar ki... Sultan, başıma dönün, bir dəqiqə deyəm. O orada cəmaata işə deməyib. Orada məclisdə 3-4 dənə qadına demişdi onu. Bilirəm. O da götürdü, toyluq ictimailəşdirdi. Elədi ki, cəmaat da baxmaya. Elə başa düşdülər ki, bu cəmaata deyil. Başa düşdün? Bilirəm. Yəni burada səhv oldu ki, insanlar baxmaya onu elə müzakirə elədilər. Bilirsən, ümumiyyətlə bu məsələyə, Fərəh məsələsinə gələk tarix eləyib qatılmaydı. Niyə görə? Çünki sən sənətkarsan, sən tarixdə... Mənə görə, mənə hörmət edirəm. Sən bir anasan, sən sənətkarsan, sən zəhmətkeş qadınsan. Ona görə heç olmasa o məsələni qabartmalı deyil idi. Şəxsən sənə görə eləməli deyil idi. Bilsən niyə? Çünki səni o bilir ki, sən necə yadıma gəlir ki, o insanların da yadına salım ki, korona vaxtında sən necə
maşın sürürdü, çörək pulu qazanırdı halal zəhmətlə. Sən gedib Burada yazırlar ki, özü üçün qazanıb da, bizim üçün qazanmıyor. Yox. Bəyəm siz qazananda mənim üçün qazanırsınız. Hər kəsən özü üçün qazanır da. bilirsən, bunlar başa düşmürlər ki, sənətkar bir var çıxıb səhnədə oxumaq, toyda oxumaq, bir də var gedib başqa sahədə fəaliyyət göstərmək. Bunlar başqa-başqa şeylərdir. Prosta insanlarımız biraz bəzən bəzi şeylərə səmimi yanaşmırlar. Amma mən səni bir 15 ildir tanıyıram. Mən sənin səmimiyyətini də bilirəm. Mən ilk bəlkə də mən idim ki, Fərəhə sahib çıxdım həmən günü bir mənəvi olaraq. Düz indi Bəli. uzaqda da olsam, o da mənim bir dostum. Əvvəla mən onun anasını tanıyıram. Mənim üçün böyük sənətkardır. Sən tarixdə qalacaqsan və həm insanlığınla, həm sənətinlə qoy elə indiki gənclər var ha, oxuyurlar ha. Qoy gəlib səndən sənət dərsləri alsınlar. Qoy musiqi dərsləri alsınlar. Çünki sən böyük Onsuz da mənim biraz pis çıxmasın, mənim elə tələbələrim maşallah olsun. Hansını deyim? Xalq ulduzundan Samirə, deyirən gəlin mənim kimi bir bəy tərif oxuyun. Sevinç Eşidirsən? Babayeva, canım sənə düşsün, Səbinə Selcan, canım sənə düşsün, Tural, canım sənə düşsün. O vaxtı nə bilim, çoxdur da, karoçi çoxdur. Yəni Mən sənə bir dənə söz deyim. Sənin böyük ürəyin var. Sən bu amma səndən bir xahiş edirəm bir vətəndaş olaraq, statusuma görə yox. Dostluğu, düşmənimi bundan sonra yaxşı tanı. yox, mən Sultan, mənə bu bir dərs oldu. Mən həm insanları, həm sənətçiləri, həm ətrafımı, hamısını gördüm. Yəni bilirsən doğrudan xalq səni sevir. Sənin böyük ürəyin var. Mən bilirəm ki, indi mən istəmirəm burada danışım. Sən nə qədər insanların təmənnası gedib məclislərində iştirak eləmisən, qazi məclislərində. Bunları mən bilirəm. Mən heç nə demək istəmirəm. Elə şeylər boş şeylərdir. Mən xeyriyyətçilik həmişə eləmişəm. Bəli. Bir dənə şey deyəcəyəm. Bircə dənə şey. 44 günlük müharibəmizdə, 44 gün Azərbaycanın o cavan övladlarımız, oğullarımız vuruşan vaxtı Füzuliyə öz cibimdən 30 dənə qoyunu aparıb əskərlərin ayağının altında kəsən Samirə xanım mənəm. Bəli, bəli. YouTube'da da var. Bəli. Yəni girib baxa bilərsiniz. Allah yenə sənə can sağlığı versin, Samirə. Bu indi bir sınaqdır. Belə ki, belə bir ciddi qanun hamı üçün qanundur. Sizə də 500 manat cərimə verildi. O da biz məhkəməyə təqdim elədik ki, o video diski ki, orada kimə araşdırma getsin. Hə. O söyüş kimə deyilir sözdə. Öz orada söyüş deyilməyib. Orada deyib ki, orasını, burasını. Onda gedin şeylində, gedib sığal çəkim orasına, burasına. Gedin verin də məhkəməyə. Ona görə də heç nəyə fikir vermə. Deməli, Rüyanın və yaxud Aygünün və yaxud xalq artistlərindən kiminsə dalın elə qorusaydı Fərə, heç kim o işə deməzdi. Deyədi, oraya açın deyib, şey üçün deyib, buraya açın, ya misal üçün Nasbəri üçün, ya Aygün üçün onlara dəymək olmaz. Yazıq Kəmalək indi nə olub ki, cəmaata belə Bilirsən, Fərəh indi səndən sonra indi sən hegemon sənətkarsan da, sən o buradan böyük dahilər görmüsən. Moskva oğluna 39 dənə, yox 30 dənə qoyun kəsmişəm. 9 dənə sən özündən çıxartma. Sən fikir vermə. Yazılara fikir, sən modun var burada. Modum var, Mamet idi yanımda da, heç o da yaxşı. Sevinç gəldi küskün. Sevinç xanım lazım olsa mənə də problem yoxdur. Sözüm nədir? Sənin çox böyük ürəyin var, çox böyük sənətin var. Qoy sənin sənətindən da, qoy yadlarına salsınlar ki, sən hansı dahiləri görmüsən. Sən bu günləri Azərbaycan musiqisini, Bakının 32 kəndi varsa, bütün kəndlərdə hamısında xeyri şərdə iştirak edən xanımsan və bütün Azərbaycan bölgələrində necə sən canla başla təmənnası iştirak eləmisən. Ona görə də mən sənə bu yolda insanlar, bilsən, insanlar emosionaldır. Fərəh də indi cavan xanımdır, gəncdir. Biraz da onu əksinə gəlin dəstək olaq, gəlin həmrəy olaq ona.
həmrəyliyimizi göstərək belə bir gündə. Yoxsa yıxılanı baltalamaq düzgün deyil. Və plus Bizdə motto, bizdə adətdir. Kimsə yıxıldı, hamısı gəlir, hər keçən bir təpik, keçən bir təpik. Mən bilirsən, bir dəqiqə buna deyəcəm, icazə ver, üzr istəyirəm böyüklərdən. Mən bilirsən nəyə görə biraz pis oldum? Həmən xanəndə yadından çıxardım, amma mən gözümlə şahidəm. Bu ATV-nin də arxivində var. Həmən xanəndə Bakı əyləncə mərkəzində uzanıb lümlüt İlhama Quliyeva az gündə pozğunluq eləyəndə onda heç kim ona demirdi ki, sən pozğunsan. Amma indi bir gənc ifaçı, gənc bir müğənni bir balaca emosional olub, səhv buraxıb da nə olur? Hamımız insan evladıyıq. Biz robot deyilik ki. Və sən yox, qulaq as. Bir dəqiqə Samirə, bir dəqiqə xahiş edirəm. Və sən qıza irad bildirmirsən, anasına irad bildirirsən. Nəyə görə? Sən əgər belə ürəklisənsə, sən elə birbaşa götür onun anasına zəng elə, deyən ki, ay Samirə, belə, düzdür? Sən niyə görə efirdə qızı tənqid eləmirsən, birbaşa ananı tənqid edirsən? Bilirsən niyə? Təhqir elədi. Bilirəm. Sənin xəbərin var nə dedi? Bilirəm, Yasmatri. Əxlaqsız. Sən onun əxlaqını görmüsən. Bir dənə söz deyim, məni bağışla da, üzr istəyirəm, sən məndən yaşda böyüksən. Zöhrə Abdullayeva Allah rəhmət eləsin. Allah rəhmət eləsin. O Zöhrənin evində böyüyüb də həmən xanəndə. Mən onun haqqında çox şeylər, arxivlər bilirəm də, bilirsən. Zöhrə mənim çox yaxın ailəvi dostum idi. İndiyənə qədər onun səsləri var məndə telefonumda. Çünki mən onu çox istəyirdim, o da mənim xətirim. Mən də bilirəm. Bilirsən mən necə Zöhrə mənim üçün bir başqa olub da. Zöhrə mənə deyirdi ki, onun pozğunluqlarını mən bilirəm. Kimlərlə nələr eləyib. Amma prosta insan özünü saxlayır. Bilirsən, sənin yaşın başın var. Sən özünə bax, gör evində sən nə eləmirsən. Sən hələn bu günə qədər niyə görə sən xoşbəxt deyirsən? Çünki sən hələn Zöhrənin qəbrinə gedib halallıq almalısan ki, çünki Zöhrə sənə çox dəstək olub, mənəvi dəstək olub. Amma sən nankorsan. Sən deyirsən ki, bir gün çıxıb deyirsən alimin tələbəsiyəm, bir gün deyirsən onun tələbəsi. Sən heç bəlli deyil müəllimin kimdir. Və mən bir sən burada nə paxıllıq gördüm. Sən Samirəni deməli neçə illərdir özünə rəqib görsən ki, sən bugün Samirəyə söz atırsan, amma o qızını vuraraq. O nakişilikdir, o düzgündür. Sənin qiriyyətin, namusun, şərəfin varsa, götür Samirəyə zəng elə. Deyən Samirə bir sənə var. Hardasan bacım? Mən zəng elədim. Mən yazdım ona. Yox. Mən yazdım ona, zəng elədim ona. Mən bir dənə kobud cavab verdi. Sesi telefonumdadır. Utanmır da. O yadından çıxıb ki, hansı xanəndələrlə nələr eləyib. Adam istəmir. Başına dönüm. Niyə? Mən 35 il, 32-33 il bundan qabaq mənim qabağımda. Mən bilirəm. İndi sən məndən... Mən bilirəm. Amma mən danışmaram. Mən neyimə lazım. Yox, prosto... Allahı bilər, özü bilər. Söhbət yox, sadəcə mən sənə niyə görə qoşuldum bura? Mən sənə çörək kəsmişəm. Rəhmətli mənim nənəm də səni çox istəyirdi. Ona görə Allahdan sənə can sağlıq arzu edirəm. Sən güclü olmalısan və mən bilirəm ki, sən ailənin bütün nəslini zəhmətkeşisən. Hamını deyir, idarə edən sənsə uşaqları da nə bilir. Allah sənin o gözəl nənövə rəhmət eləsin. Allah sənin o gözəl babova rəhmət eləsin. Valla, onlar çox səni tanımırlar, bilmirlər sən kimin nəvəssən. Mən bilirəm, mən tanıyıram. Ehtiyac yoxdur. Prosta yenə nə demək istəyirəm, sən güclü qadınsan, zəhmətkeş anasan. Mən bilirəm sənin ürəyi də, dostluğu da, yol yoldaşlığı da. İndi bilsən, bunlar da gəlib keçəcək. Bunlar da vaxtaşırı ötürüb keçəcək. Sadəcə insanların o sənət adamlarının üzünü tanı və gör ki, bilirsən, həmən xanəndə gəlib sənlə oxuya bilməz. Həmən o gün mən onun çıxışına baxıram, oturub yerdə elə bir ki ağlayır, ağlaşma qrup. Düzdür? Amma gəlsə Bakı yolu oxu görüm, sən Bakı tərifi oxuya bilərsən? Elə həmin xanəndələr idi ki, Toylar Kraliçasında mənə yan bayana vuruşurlar mənə. Birinci mən oldum. Bilirəm, yadıma gəlir. Bilirəm. Ona görə... Birinci Samirə xanım oldu.
Mən sənə can sağlıq arzu edirəm. Uzun ömür arzu edirəm. Sən güclü qadınsan, zəhmətkeşsən. İndi burada yazırlar ki, mənim heç kimə yaltaqlanmağa ehtiyacım yoxdur. Mənim şükür Allah, mən gördüyümü görmüşəm, yaşadığımı yaşamışam, yediyimi də yemişəm. Bundan sonra deyir, o tərəfə də gedəndə alnım təmiz gecə. Ona görə də ona görə mən həmişə həqiqətin yanındayım da, ədalətin yanındayım. Mən o gün qızın onu görəndə ki, bu qədər insan kütürü onun üstünə gedib, vicdanım dözmədi. Mən indi xaricdəyim, Avropadayım. Sırası götürdüm, sırası səni yazdım ora ki, yəni mən bir vətəndaş olaraq, prodüser kimi insan olaraq. Və bir də onu deyim ki, o aparıcı var ha. Bilirsən də ki, o sənə qarşı düzgün eləmədi. Bunu unutma. Bunu bir unutmaram da, amma Allah böyüdür. Qurban olsun. Söhbət yox. Hər şey özü Ramazan ayında. Hər şeyin öz vaxtı var. Əlbəttə, özdə Ramazan ayıdır. İndi bu qız da yəni belə çıxmasın, bizim bir doğru sözümüz var. Kasıbçılıqda indi əziyyət, yəni oxuyur, istəyir öz ailəsini dolandırsın. Sən bunu çıx, tap, qoy efra, ay mama. Düzgündür. O özünə şey yığdı. Reyting yığdı. Niyə? Onu fikirləşmir ki, mən reyting yığıb cəmaatı ayağımın altına alıram. Ona görə də mən sənə can sağlıq arzu edirəm. Sağ ol. Heç kimə fikir vermə. Heç vecimədim də. Sənin bir xanım var idi, Oktayın aynəsi yadıma gəlir. Mamile Matansa. Gör o vaxtı milyonlarla adam ona baxdı, dəstək oldu, like elədi. Heç onda bu qədər TikTok inkişaf eləməmişdi və yaxud. Amma Səninlə Avropanı gəzmişik. İndi mən bunları demək istəmirəm burada. Deyəcəklər ki, bu çıxıb özü reklam edir. Mənə reklama ehtiyacım yoxdur. Mənim yaşım, başım bəlli, işim, gücüm, məni tanıyan tanıyır. Mənim adım gələndə əgər Aygün bəylərin adı gəlirsə, mənim üçün böyük bir şərəfdir. Başa yəni bu, mən daha böyükləri demirəm, mən cavanları deyirəm. Ona görə də inşallah hər şey yaxşı olacaq. Bax, mənim adımdan da Fərəhə deyirəm ki, mən onu dəstəkləyirəm, yanındayam. Hər mənada. Çünki mən onun səhifəsini tapa bilmədim Instagramda, səni taq elədim. Hələ Fərəh Official. İndi baxaram o bir telefonuna. Öpürəm səni əzizim. Bağrıma basıram. Xoşbəxt ol. Çox sağ ol. Var ol həmişə. Yaşa yarat. Sənin kimi sənətkarlar efirdə olmalıdır ki, biz kiçiklər sizlərdən öyrənməliyik. Hər musiqini. Yəni bunlar onsuz da dəlixana açıblar efirləri. Heç olmasa sizin kimi sənətkarlar, necə deyərlər, efirlərdə tez-tez görünün. Biz musiqidən baxaq, valeh olaq. Əsas odur. Mən də səni öpürəm. Can sağlıq arzulayıram. Ələliyəsin. Sağ ol. Sağ ol. Mənim belə deyək, mən Sultanı gec-gec də görsəm, Sultan çox gözəl prodüserdir, çox gözəl insandır və Sultan bizim show biznesimizdə demək olar ki 99.9 hamısını tanıyır. Günəş xanım, mənim qızım 5 yaşı yoxdur, 10 yaşı yoxdur. Mənim qızımın 35 yaşı var. O özü bilir, o məndən soruşmur ki, mən nə giyinəcəm, nə giyinməyəcəm. Aynışan, Ayhan, Ayşan, Ayşan. Dəstəm. Olursa sən spam atan baxa, Oktay fason dedi. Ola bilər, çönüb baxa bilərəm, mən maşına sürürəm. Qəbul elə, gör yaxşı. Yox, eləmirəm. Canlı düşür istəmirəm. Yoxsa sən misal... Ümid Nağıyev, neyinirsən qızımı? Aleyküm salam, Şəbnəm. Xoş gəldiniz.